mən ən əvvəl sizə, Ekrem müəllimə, burada oturan hər bir adama, uşaqların özlərinə öz təşəkkürümü bildirirəm. Allah Teala işlərini aman eləsin. Deyir o, evdən çıxdın el üçün o, eldən çıxdın dünya üçün o. Yəni Allah eləsin bunlar dünya üçün olsun. Xaricdə belə bir sərgi olsa, bunun milyon qiymət var. Çox doğru. Milyon qiymət var. İndi bizdə deyirlər ki, yer tapdırlar. Yer bir başqa şey olsa, elə yer taparlar ki, ona belə bir böyük təmtəraq. İndi yer tapdırlar, çünki vaxt gələcək, onların hamısı bu millət əziyyətini çəkəcək. O gün oxuyuram, bir il ərzində 15.000 Almaniyaya gedib uşağımız, 12.000 Kanadaya gedib, 10.000 Amerikaya. Bu hamısı bizim uşaqlarımızdır, gələcəyimiz, istedadımızdır. Elə belə üzr istəyirəm bu bazarda düşünən beyinlər. Bəli, qarşıqa satan adam Almaniyaya gedib işləyə bilməz ki, və yaxud o birisi bu birisi. Bunlar hamısı bizim, biz savaların bunların əziyyətini çəkəcək. İndi necə Rusiya çəkir, Rusiyadan hamı qaçdı, çıxdı, getdi. Bu günlərin bir elmli adam yoxdur ki, çıxa Ukraynanın qabağına. O belə ölkə qalıb bataqlı. İndi biz də, mən yəni demirəm, ya arzu eləmirəm, arzu edirəm ki, yəni o istedadlar geçsin, özümüzə qayıtsın, o vətən üçün olsun, millət üçün olsun. Amma yenə deyirəm, Allah eləsin, Ekrem müəllim çıxa bilməyib. Mən arzu edirəm ki, elə başda mənim nəvəm, bunlar hamısı dəniz hanım olmaq şərti ilə bütün dünyada olsun. Geçsinlər İtaliyada sərgilər olsun, Amerikada sərgilər olsun. Qoy biz də gedəndə, onsuz da mən xaricdə olmamışam, amma xaricdə olanlar deyir, o dəqiqə soruşurlar, deyirlər, sizin kiminiz var? Mən də deyirəm ki, əgər biz vaxtında Mirzə Rəhbər Sabiri tərcümə edib dünyaya çıxardan bir şey deyil, onda heç bizdən soruşan olmazdı sizin kiminiz. Bizim elə bir sahibimiz bir dünyadır. Doğru. Minnətlərim hamımıza. Çox sağ olun, çox gözəl Nigar müəllimin bir çıxışı, biz onu bir dəfə də demişik, mənim yadıma bir şey saldı. Ümumiyyətlə fikir vermişik, birinci indiki məktəbləri, gənclərə doğrudan biraz acıyırıq. Çünki vaxt yoxdur da, məktəb, repetitor, demək olar ki, bir yerə qonaq gəldi və yaxud evdə valideyn öz uşağını görmür. Çünki uşaq ancaq oxuyur. Ona görə belə bir sahəyə vaxt tapıb məşğul ola bilirlərsə, sizin xoşbəxtliyiniz. Bir də nə demək istəyirəm? Biz özümüz Ekrem müəllimi özünü tanıdıqca son hər zaman hörmətimiz böyük artır, hər dəfə. Nə qədər ünsiyyətdə olsa, tələbələrin bir başqası, tamamilə fərqli onların bu kitabxanaya girişi də, onlarla bizim ünsiyyətimiz də. Yəni, vacib deyil bu sahəni axıracan davam elətdirsinəm. Siz, Əli Biyaq dedi ki, buranız bu sənəti sevdiyim üçün gəlib məşğul oldum, amma başqa bir sahə ilə gələcəkdə məşğul olmaq istəyirəm. Yəni, nəyə görə yaxşıdır uşaqların belə bir sahələrlə, incəsənətlə xüsusilə məşğul olmaq, həm insanın dünya görüşünə çox gözəl təsir, o uşaqlarla başqaşı çox böyük fərq var. Dünya görüşləri zəngindir, amma sadədirlər. Ondan sonra danışıqları, çox gözəl qəlbləri var. Mədəniyyətləri, onlarla söhbət etmək bizə də zövq verir. Hətta biz onlardan nəsə öyrənirik də. Hər dəfə onları görmək bizim üçün bir tapıntıdır. Ona görə belə sahə ilə məşğul olmaq, valideynlərə məsləhət görərdim ki, doğrudan uşaqların ən azından zövq alacaqları bir sahəyə də biraz yönləndirsinlər ki, hər gün məktəb, dərs, repetitor, ay hansı bir sahəyə girəcəm. Bu gərginlikdən uşaqları uzaqlaşdırsınlar. Rəsmdir, musiqidir, rəqsdir, ədəbiyyatdır. Yəni, insanın dünya görüşünü formalaşdıran, zəngin edən, biraz da özünə belə güvəni olan bir sahələrdir. Çox gözəl iş görüblər. O valideynlərdə dəstəkləyirəm. Uşaqları da, Ehtram müəllimə də Allah uzun ömür versin. İndən belə ki, o bizim xəzinəmizdir. Allah onu bizə çox görməsin. Dövlət indi art terapiyalar çoxaltır. Başqa mərkəzlər açılır. Bəli, uşaqları çox aqressiv, hiperaktiv uşaqlar üçün çox gözəl sahədir. Bəli. Düzdür, mən qəfil söz verirəm, xoşum da gəlir qəfil söz verir. Burada Bayram Məlik bəyli var. Onun da övladı, oğlu Ehtram müəllimin bir zamanlar tələbəsi olub, hal-hazırda o Bakıda yaşayır. Düzdür, bu sahəni davam etdirilir, amma işləyir özü. Bayram müəllimin statusuna baxmağı çox sevirəm. Orada çox gözəl, maraqlı rəsm əsərləri, necə çəkilmək var. Bayram müəllim, bəlkə nəsə demək istəyəsiniz? Bu gözəl balaları təbrik edirəm. Onların bayramı idi, dünən də, bugün də bayramdır. Hər birinizə can sağlığı arzulayıram, sağlam ömür arzulayıram sizə. Hər birinizə sağlam ömür, bərəkətli ömür və gələcək həyatınızda, yaradıcılıq işlərinizdə uğurlar diləyirəm hər birinizə.
Sizin müəlliminizə, mənim dostum, qardaşım, ehtiram müəllimə, sizə də can sağlığı arzu edirəm, ehtiram müəllim, sağ olun. Nə yaxşı ki varsınız, valla. Sizə təşəkkür edirəm, bir ev yiyəsi, ev sahibliyi edirsiniz, həmişə yığırsınız bu istedadları, cəmləyirsiniz bu ocağa, biz də dəvət edirsiniz, biz də gəlirik. Ruhumuz istirahət edir, dincəlir burada. Mən həmişə demişəm bu sözü, yenə də deyirəm ki, o nimət insanın ovucunun içində olanda onun qədri bilmir, gözün qabağında olanda. Hə. Yəni, bu şəkillərə hamı baxacaq, hamı baxır, amma görmək başqa şeydir, baxmaq başqa şeydir. Ora baxıb, orada nəyəsə görmək, nəyəsə tapmaq hər adamın işidir, hər gözün işi deyil. Yəni, bu istedadları görmək, sizin bütün bu yaradıcılıqlarınıza qiymət vermək, mən o qədər əminəm ki, zamanı gələcək, qiymətini alacaq Allah'ın köməkliyi ilə inşallah. Onun üçün bir böyüklük lazımdır. Böyüklük lazımdır ki, bu gözəllikləri görəsən. Allah onu gərək qismət eləyək, kiməsə nəsib eləyək ki, o bütün bu gözəllikləri görüb qiymət versin ona. İnşallah o qiyməti almışsınız, siz onsuz da almışsınız. Yəni bu, nətər deyim, bu ehtiyac yoxdur bu şeyləri deməyə, abartmağa. Yenə də can sağlığı arzu edirəm sizə, uğurlar arzu edirəm hər birinizə. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Mir Talib müəllimlə Gülsün xanım mütləq çalışın bu qaleriya açılsın. Çünki biz attestasiyadan kəsilsək, bu kitabxana neymişlər? O da ki, qaleriyada heç işləyərik. Çünki ümidimiz yoxdur. Bizim uşaqlar üçün ehtiram müəllimlə bir sürprizimiz var. Düzdür, o siz üçün istedadınızın qarşısında və belə bir müəllimin qarşısında düzü bir şeydir. Amma biz istədik ki, bir xatirə qalsın da belə günlərinizdən, belə sərgilərinizdən. Bu sərgilər sizin üçün kiçik bir ştrixlərdir. İnşallah gələcəkdə Allah qismət ilə doğrudan da həm Azərbaycanda, həm beynəlxalq sərgiləriniz olar, davamlı olar. Hər birinizi sidq ürəklə uğur arzu edirəm. Burada çox balaca uşaqlar var. İkinci sinifdən, biz narkomaniyada vardı. İkinci sinifdən böyük 11-ci sinifəcən uşaqların sərgisi vardı və bizi o qədər heyrətləndirmiş ki, ikinci sinif uşağının da o düşüncəsi, o yanaşmağı və doğrudan onlar daha əsas yanaşmışlar. Ata-ananı qoymuşlar ki, yəni narkomaniyada ata-ana olmasa övlad bədbəxt olur. Biz istədik sizə balaca bir ehtiram müəllimin əsas təşəbbüsünü mükafatlandırma eləyək, sizə bir xatirə qalsın. Sonra da sizə bir qəşəng bir stol açacaq. Sizin axı dünən və bugün bayramınızdır. Ehtiram müəllim, indi siz, mən təqdim edeyim, siz verin. Məmmədzadə Dəniz Xəqani qızı. Müəllimə Məmmədzadə Dəniz Xəqani. Bizim sənə təbrik edirəm. Sənə uğurlar arzu edirəm. Çox gözəl sənin istedadın var. Ondan da gözəl yaradıcılığa uğurlar. Çox. Onu da deyim ki, biz sərginin adı qoymuşduq ki, elə onların öz dünya görüşünə uyğun ki, gənc rəssamlar və onların rəngarəng dünyası, elə onların işlərinə, yaşlarına uyğun bir ad qoyduq. Adı Gözəlova Zərifə Dəyanət qızı. Təbrik edirəm. Sağ olun. Bu Zərifə deyil, çox gözəl. Diplomu çevirin çəkilsin də. Çox gözəl istedadlı uşaqdır. Bunun bacısını da mən hazırlamışdım. Akademiyanı qutarıb, rəngkarlıq üzrə qutarıb. O da gözəl də rəssam. Maşallah. Hiç bacısı. Uğurlar. Sağ olun. Bağırov Əli Raminoğlu. Əli narkomaniya çox sərgilərdə iştirak edib. Əli sahəni sevdiyi üçün buyurun ehtiram müəllim. Mən səni təbrik edirəm. Görməyəndə Əliyin darıxırıq. Bizim üçün də çox özəl bir çəkilir. Çox istedadlı uşaqdır. Çox gözəl rəngkarlığı var. Özü də yaxşı oxuyan Heç o metresiniz gəl görək sənə darıxmayar. Uğurlar arzu. Yol açıq olsun. Hər birinin əsas can sağlığı. Mustafalı Nihal Natiqoğlu.
Natiq. Natiq oğlu yazdı. Təbrik edirəm səni. Çevirin çəksinlər. Diplom çevirin çəksinlər. Oradan da Nihal da istedadlı bir tələbəmdir. Allah istedadını həmçə göstərsin. Aslında oğlu olmalıdır. Təbrik edirəm. İsazadə Dəniz Azər qızı. Dəniz də mənim yanıma 1-2 il gəlir. İstedadlı uşaqdır. Utancaq qızdır. Gözəl əl qabiliyyəti. Təbrik edirəm. Əmirov Ayxan Habiloğlu. Bu da bizim Əmirov Ayxandır. Ayxan bu 11 Gözəl əl qabiliyyəti var. Yol açır. Təbrik edirəm. Əlzadə Ayşə Fariz qızı. Vay balacamız Biliyorsun o eserlere bak buradadır. Görürsünüz balacı bir kızımız neyse güzel eser seçiyor. Abiye ve Leyla Əzizullah kızı. Bu da bizim Leyla balamızdır. Rəngkarlıq bizə yaxşıdır. Amma lisinokda bizə çalışmaq lazım. Təbrik edirəm. Abuşzadə Sarya Mahir kızı. Maraqlı da adı var Sarya. Bu kız inanmır ki, ben buna diplom veririm. Ama inandı Sarıya. Deme ağladısı, dedim bu kız sen diplom verirsin. Təbrik edirəm Sarıyasın. Uşaq vaxtı 1-də, 2-də, 3-də oxuyanda 1-2-3 ay gəlmişdi mən yanıma. İndi təzədən deyim ki, mənə ehtiram mənim yanına apar. Sarıya yaxındır. Böyle diplomla su. Çok. Bayramova Melek Rahim kızı. Daha da yaxşı işləyəsən, istedadını artırasan, uğurlarsan. Melek benim kardeşimin kızıdır. Ben ona göre getirmişim ki o uşaklara baktım. Uşağın istedadı var. Gündə elədim ki, hamısı belə dünya göşüşən. İndi inşallah söz verib o da güləcək daha. Mürəkkəb danışacaq. Gələn özü sərbəst Allah qoysa. İnşallah. Allah canını sağ eləsin. Yox, mənim başı fərq var. Xəlilova Asu Elçin qızı. Bu da bizim çok istedadlı tələbələrimizdən biridir. Çok mədəni qızdır, çok insanpərvər qızdır, çok istedadlı qızdır. Sənə uğurlarım. Özdə bu rəsm məsələlərini o qədər sevir ki, dəhşət dərəcədə. Maşallah. Bu çok güzel inkişaf edəcək. İnşallah. Yol açsın. Bəli, maşallah. Ərdə olanlar elə çalmalıdır. Salihli Rəhman İntiqam oğlu. Salihli Rəhman Böyüklərimizin deməli, regional sərgidə bu ikinci yeri tutur. Çok güzel əl qabiliyyəti var. Çətməsin. Yalman kəndindən. Yalmandan gəlir, bir ildir mənim yanıma gəlir. Çox istedadlı uşaqdır. Allah yol nasıl eləsin. Qəhrəmanova Sevil Bəxtiyar qızı. Gəl. Baxın görün Sevil necə gözəl əsərlər çəkir. Baxın heyran qalmış. Sevilin əl işlədir. Maşallah. Təbrik edir. Maşallah. Təbrik edir. Sevlərə baxın. Sağ ol Sevil, təbrik edir. Uğurlarsan. Sonuncu Əşbər və Mehir Sarvan qızı.
O gedib elə deyirəm də mən baxıram sərdən mehri görmürəm. Ayxan, O idi. Ayxan, gəlib çəkərsən mən danışacağım. Gəlib çəkərsən də mən sizə bir şey deyəcəm. Uşaqlar sizin hər birinizi təbrik edirəm. Təbrik edirəm. Yolunuz açıq olsun. Sağ ol. Uğurlarınız bol olsun. Həyatınız arzuladığınız kimi gözəl keçsin ki, xoşbəxt olasınız. Amin. Valideynləriniz sizə baxıb fərəh alsın. Ehtiram müəllim, bizlər, baha sizə fərəh alaq. Davamlı sərgiləriniz olsun. Bir gün gələsiniz deyəsiniz ki, bizim özümüzün fərdi sərgimizi açın inşallah. Bizim üçün də xoşdur, böyük məmnuniyyətlə açar. Özə belə deməklərlə baxmayın, bura balaca yerdir, balaca. Biz o qədər onun sevgi ilə, həvəslə edəcəyik ki, sizə də zövq verəcək. Ehtiram müəllim kimi rəssamı biz burada sərgisini açmışıq. Mən də təbrik edə bilərəm. Buyur. Gəl Ayxan, götürüm. Böyle her birinizi salamlayıram. Ben Göyçay şəhər teknologiyalarından texnologiya və təsvir incəsənət müəllimiyəm. Ekranlarınız sizə təşəkkür edirəm. Gözəl dəyərləndirməniz, tədbiriniz üçün, təşkil edədiyiniz Azərbaycan rəhbərliyi sağ edirəm. Mən də məktəb Göyçayımız üçün balaca az tövkəm olmuyor. Həm təhsil üçün 6, 7, 8 qraf layihə qalibi, məktəbə qədər icma əsaslı siniflərin təşkili layihəsi qalibiyəm. Göyçay Malışıqlı Kənd Məktəbində bağçan icra olunur, yəni orada rəhbəri tərbiyyəsi qalibidir. Həmçinin də mən Yazarlar Birliyi üzvüyəm. Mənim də Xəzənə Gəncə amma hələ təqdimatı olmuyor. İmtihanından övrət xanım dedi, içimi sertifikasiyaya hazırlaşıram. Uğurlu bal toplayım. Yüz açıqlığı ilə, yəni qarşınızda. Kəsilməyim də. Kəsilməsiz Biz də Allah bilirəcək, paramızı çəkəcək. 2020 ildə məktəbdə texnologiya və təsvir incəsənət fənnini tədris edirəm. Mənim də yəni bu 20 ildə şagirdlərim, burada Ayxan da iştirak edir. Hər il dərs ediyim sinifdən şagirdlərdən istedadlı şagirdləri valideynlərlə əməkdaşlıq edərək yönləndirirəm. Çünki hamı alim, müəllim, həkim ola bilməz. Həmçinin deyirəm ki, kamil bir talancı olsa da insan, yaxşı gəlməsi tapaqlıqda rəssamlıq bazarlığı qabiliyyəti olan insanın içində dünyası da gözəl olur. Həyatı gözəlliklə baxır. Ayxanı da yönləndirdim, valideynlə əlaqə saxladım, sizə gəldi. Hər il buraxılış verdiyim siniflərim də bu il olmadı, təəssüf. Bəlkə də imtahan veriblər. İndi əgər alınsa, rəssamlıq falan gedəcəklər, dizaynerlər. Bir-iki şagirdim, yəni rəssamlıq üzrə gedirsən, nə xoş mənə. Yəni mənim də fənnimdən yerini tutan var. Uğurlar sizə, uşaqları da dünənki bir gün uşaqlar günü, bugünkü gözəl sərgiləri münasibətlə, səmimiyyətlə təbrik edirəm. Uğurlar, uğurlarınız bol olsun, gözəl sağlamca, uğurlar, xoşbəxtlik sizinlə olsun. Eyvanlardan bir təşkilim var. Uşaqlar, qulaq asın, sizə aid məsələdir, mən bir təklif edirəm. İndi təbiətin gözəl vaxtıdır, yaşıllıq, göz oxşayır hər yerdə, hər tərəfdə çıxırsan. Yəni, təklifim bundan ibarətdir ki, müəllimlərlə bir yerdə, mən özüm də iştirak edirəm, təbiətə çıxıb, o Ehtiram müəllim bilir, nabroskalar eləmək. Çıxıb təbiətdən nabroskalar eləsin. Canlı etüdlər çəksinlər, orada biz də gedək, həm istirahət olsun, həm yaxşı zövqləri daha da çıxacaq, bizə istedadları daha da artacaq, yəni həm istirahət eləyərlər, həm də gözəl bir təbrik. Sonra onların orada çəkdikləri o rəsimlərin təzədən yığıb yenə də bir hansısa bir vaxt, hansısa bir gətirib sərgi keçirtmək olar. Rəssam Asmanın çox əsərləri bir də buna da sərgi elmi arzusundayım. İnşallah. Etüdləndir. İnşallah demək, biz akstasını kəsilsə burada olmayacaq. Kəsillər sizə də demirsiniz Allah. Hamımız qol çəkəkdən nəyə lazımdırsa Yəni, nə qədər çatışdan sonra üstündə sərgini təşkil edək. Sonra bilmək olmaz nə olacaq. Dünən uşaq Bundan
Anasını da açıq təbiət eləməli olacaq. Sonra ehtiram edim. Dünən uşaq günündə də Ayxan feysart elədi. Yəni gələn o Göyçaylı, Ucar, Zərdar, Kürdəmir başqa rayondan gələn qonaqlar uşaqlarına üz feysart elətdirirdilər. Çox qəşəng səbirlə da rəsmlər işləyirdi. Bayram doktorun sözünə görə etüdlə olan əsas çox maraqlı olur. Ehtiram müəllim gözəl verirlər təbiətlə. Yəni tələbələr çox maraqlı. Həm o seçərik belə. Həm də ola bir qəşəng etüd eləyərlər. Qəşəng ideyadır. Bundan qabaq getdik Şəkiyə, olsa tələbələrlə. Arzudan arzu doğur. Bəli, bəli. O alınır ki. Bugündən Eləyərik sizə təşkil edir inşallah. İnşallah. Hə, valideynlər də olmayıb ki, nəzarət etmək bizə rahat olarıq. İnşallah. İnşallah. Peki can sağlığı olsun. Bir dakika.